Deməli, gəlin davam eləyək referens tabı haqqında. Biz ümumiyyətlə file, home, insert, design, layout tablarından danışmışdıq. İndi də danışacağıq referens tabı haqqında. Digər tablardan Mailings haqqında çox qısa deyəcəm. Ümumiyyətlə bu hissə düşmür qəbula. Bir də danışacağıq review və view tablarından. Referens tabı, referens ümumiyyətlə istinadlar deməkdir. Yəni istinad əlavə etmək üçün mən referensdən istifadə edəcəm. Və referens tabının özünün də müəyyən qrupları var. Birinci qrupu table of contents, yəni mündəricat əlavə etmək üçün mən table of contents qrupundan istifadə edəcəm ki, burada da table of contents əmri var. Bura daxil olsam, burada müəyyən belə deyək, mündəricat formaları var ki, bunları əlavə edə bilərəm. Və bunun üçün də ilk növbədə mündəricat əlavə etmək istədiyim hissələri seçəcəm. Yəni birinci səhifədən, ikinci səhifədən hansı mündəricat kimi qeyd etmək istəyirəmsə, onları seçəcəm və gəlib home tabında burada heading 1, heading 2 var. Yəni başlıq kimi onları təyin elədikdən sonra referensə daxil olub bu hissədən, yəni table of contents-dən onu mündəricat kimi yarada bilərəm. Bundan başqa, deməli, mündəricat hardan yaradılır? Yəni, əsasən bu tip sual düşür. Deyir ki, reference length tabının table of contents qrupunun table of contents əmri ilə. Burada deyərsiniz ki, add text nə deməkdir? Add text mən belə deyim, istədiyim hər hansısa bir mətn yazsam əgər, həmin mətni add text formatında yazsam, avtomatik olaraq onu mündəricat kimi əlavə edəcək. Yəni, add text formatında yazdığım mətni avtomatik olaraq mündəricata əlavə edir. Bunun üçün də update table nə deməkdir? Update table həmin bax bu mündəricatı yeniləmək üçün istifadə olunur. Yəni, əgər mündəricatı yeniləmək istəyirəmsə, update table bu hissədən bu əmri vururam, yeniləyə bilərəm. Və klaviaturadan isə qısa yolu F9 düyməsidir. Deməli, danışdıq table of contents qrupundan. Dedik ki, burada mündəricat yaradılır. Table of contents əmri ilə add text dedik, avtomatik formada. Əgər mən mətni add textdən yazmışamsa, avtomatik formada mündəricat yaradır. Update table-da mündəricatı yeniləmək üçün istifadə olunur və klaviaturadan qısa yolu F9 düyməsidir. Sonra gəldik buradan footnotes qrupuna. Ümumiyyətlə bu nə deməkdir? Belə deyək, sənədimizdə olur ki, bəzi sözlər olur. Misal üçün, bəzi sənədlərdə görürsünüz ki, səhifənin sonunda və yaxud sənədin sonunda adətən kitab yazanda, yəni kitablarda daha çox rast gəlinir bu. Həmin sözlərin tərcüməsini verir. Ki, məsəl üçün, birinci sözün tərcüməsi budur, bu sözün tərcüməsi budur və s. Insert footnotes belə deyək, bu səhifənin sonu üçün həmin sözləri tərcümə edir. End note isə burada insert end note, bu da sənədin sonu üçün. Yəni, belə deyək, həmin sözləri tərcümə etmiş olur. Deməli, insert footnote səhifənin sonu üçündür, end note isə sənədin sonu üçün bunu yerinə yetirir. Bundan əlavə burada var next footnote var. Bu isə belə deyək, sənədin həmin o istinadlar demişdik. Bax, onlardan əvvəldən sona keçmək üçün, sondan əvvələ keçmək üçün istifadə olunur. Bu next footnote əmri. Sonra burada show notes var. Show notes nə deməkdir? Yəni, yazdığım qeydləri göstərmək üçün mən bu əmrdən istifadə edə bilərəm. Deməli, bu qrupdan da danışdıq. Sonra burada research, axtarış hissəsi var. Ümumiyyətlə, search nə deməkdir? Axtarışdır. Belə deyək, mən tutaq ki, nəyi istəyirəmsə, bura daxil edəndə onu istəsəm şəkil formatında axtarıb gətirib sənədimə əlavə edə bilərəm. Yəni, internetdən axtarıb gətirib əlavə edə bilərəm. Bundan başqa mətn formatında hər hansısa bir Wikipediadan tapıb gətirib bu hissəyə əlavə edə bilərəm. Bundan başqa bizdə var digər qrupumuz Stations and Bibliography qrupudur. Bu nə deməkdir? Misal üçün, birinci insert stations əmri var. Bu nə edir? Belə deyək, tutaq ki, mən sənədə hansı mənbədən, ədəbiyyatım hansı mənbədəndirsə, həmin mənbələri bu əmrlə gətirib sənədimə əlavə edə bilərəm. Yəni, sənədə belə deyək, mənbə əlavə etmək üçün, yəni
qısacası ədəbiyyat siyahısını yazanda, həmin ədəbiyyat siyahısını tərtib edəndə orada mənbələri də, məsələn, bəzi kitablar, bəzi Word sənədləri olur ki, orada ədəbiyyat siyahısının mənbələrini göstərir ki, bu mənbədən istifadə etmişəm. Yəni onun üçün insert citations əmrindən istifadə edə bilərəm. Bundan başqa minute source əmri nə edir? Bu da mənbələri idarə etmək üçün. Yəni o mənbələrin siyahısına baxa bilərəm, onları yeniləyə bilərəm. Yəni burdan onun üçün bu əmrdən istifadə edəcəm. Style nədir? Burada misal üçün daxil olsam bu hissəyə, bəzi belə deyək də standartlar var. Məsəl üçün EA standartıdır, ISO-dur, APA-dır və s. Yəni müəyyən standartlar var ki, mən burdan style hissəsindən bu hansı standartı seçəcəmsə əgər, həmin standartın qaydalarına uyğun mən sənədimi tərtib etməliyəm. Yəni style bunu bildirir. Bundan başqa burada var biblioqrafiya. Biblioqrafiya nədir? Mən əgər sənədimə istinad vermişəmsə, belə deyək, mən biblioqrafiyadan istifadə etməklə həmin o ədəbiyyat siyahısına bütün istinadlar, yəni bütün mənbələrin hamısını əlavə etmək istəyirəmsə, istifadə edəcəm biblioqrafiyadan. Bu da status biblioqrafiya qrupunun əmrləri idi. İndi var burada captions qrupu var. Captions qrupunun da özünün müəyyən əmrləri var. Insert captions nə deməkdir? Bu əsasən şəkil əlavə eləyəndə şəkili başlıq kimi göstərmək üçün istifadə olunur. Yəni mən şəkili başlıq kimi göstərib, həmin şəkilə də istinad əlavə edə bilərəm. Yəni bundan əlavə şəkili də qeyd edə bilərəm. Yəni şəklin başlığını başlıq kimi təyin etmək istəyirəmsə əgər, belə deyək, və yaxud şəkilə bir başlıq əlavə etmək istəyirəmsə, misal üçün deyir şəkil 5, şəkil 8. Yəni bu formada insert captions əmrindən istifadə eləyəcəm. Sonra burada var insert table of figure. Figur bu da müəyyən fiqurlar əlavə etmək üçün istifadə olunur. İndi deyərsiniz ki, bu insertdən də mümkündür, referensdən də mümkündür. Niyə insertdən eləmirik? Çünki referensdən mən bunu əlavə eləsəm, daxil olub dediyim kimi başlıqlar, istinadlar əlavə edə bilərəm. Ona görə referensin üstünlüyü bundan ibarətdir. Sonra bundan başqa update table-da bu başlıqları yeniləmək üçündür. Bundan əlavə cross referensdə buna deyirik tərcüməsi çarpaz istinaddır. Məsəl üçün hər hansı bir hissəyə qayıtmaq istəyirəmsə, məsələn bəzən sənədlər olur, səhifə sonunda yazırlar. Məsəl üçün bu 8-ci şəkilə qayıt, məsəl üçün 5-ci mətnə bax, 5-ci səhifəyə bax. Bu formada, yəni çarpaz istinad etmək istəyirəmsə, cross referensdən istifadə eləyəcəm. Deməli, bu da oldu bizim captions hissəsi. Deməli, danışdıq qruplardan, table of contents'dən danışdıq, footnotes-dən danışdıq, research, stations, biblioqrafiyadan danışdıq, captions hissəsindən danışdıq və bizdə qaldı burada index qrupu. Index qrupu nədir? Index qrupunun da özünün müəyyən əmrləri var. Mark entry əmri nədir? Misal üçün, tutaq ki, bəzi sənədimin içində bəzi təkrarlanan sözlər olur. Həmin sözləri mən tutaq ki, başlıq kimi qeyd edirəm ki, birinci səhifədə bu söz, məsəl üçün, 1-ci, 3-cü, 5-ci, 7-ci, 10-cu, nə bilim, 15-ci səhifələrdə təkrar olunub. Yəni, onun üçün onu bir göstəricilər siyahısı şəklində göstərmək üçün mark entry əmrindən istifadə edirəm. Yəni, qısacası mark entry nədir? Göstəricilər siyahısıdır. Belə deyək də, sənədimin içərisində təkrar olunmuş dəfələrlə istifadə etdiyim sözü bilərəkdən göstərmək üçün mən bu əmrdən istifadə edirəm ki, məsəl üçün, birinci səhifədə deyirəm ki, bu söz filan səhifələrdə təkrar olunub. Yəni, onu göstərmək üçün mark entry əmrindən istifadə edə bilərəm. Sonra burada növbəti əmr insert index əmridir. Bu da yeni, belə deyək, açar sözlər əlavə etmək üçün istifadə olunur. Update indeksdə onları yeniləmək üçün istifadə olunan əmrdir. Sonra burada var table of stories qrupu. Bunun da müəyyən əmrləri var. Mark station'dır, insert table of stories'dir,
sonra da bunları update eləməkdir. İndi buradan bu nə deməkdir? Yəni bu qrup, ümumiyyətlə Table of Source qrupu belə deyək də, sənədə yeni səlahiyyətlər əlavə etmək, onları bir cədvələ çevirməyə imkan verən qrupdur. Səlahiyyətlər deyəndə nə deməkdir? Yəni məsəl üçün müəyyən konstitusiyanın belə deyək də, tutaq ki, konstitusiyadır, qanundur. Yəni bunları müəyyən mən bunlar haqqında bir sənəd yazıramsa, bunların da mənbəsini əlavə etməliyəm. Bax, həmin mənbələri əlavə etməyə icazə verən hissə bu hissədir. Yəni bu formada. Buradan indi insert table həmin o əlavə etdiyim səlahiyyətləri cədvələ çevirməyə icazə verir. Update table da həmin cədvəli yeniləyir. Bu formada. Deməli, reference tabından danışdıq. Reference tabının özünün müəyyən dedik qrupları var. Həmin qrupların da müəyyən əmrləri var. İndi qısaca mailings tabı haqqında da danışsam, dediyim kimi bu hissə düşmür qəbula. Ümumiyyətlə, mailings nə deməkdir? Buna deyirik məktublaşma. Yəni, elektron post vasitəsilə göndərilən məktubları bildirir. Yəni, burada müəyyən məktublar yarada bilərəm. Məsəl üçün, create hissəsi məktubu yaratmaq hissəsidir. Burada da məsələn, müəyyən əmrlər var. Məsələn, elektron zərfi yaratdı, sonra onları start mail, merge birləşdirmək deməkdir. Onları birləşdirdi. Sonra burada envelope hissəsi. Bu zərflərin yaradılmasıdır, nə bilim, yəni qısacası elektron məktublarla bağlı olan bir hissədir.